Başqa nələriniz var, deyin. Bizim Xonça butikimizdə əl bağlar, bel bağlar, güzgülər, şamdanlar, çıraqlar, lampalar, toya aid nə aksesuarlar istəsəniz hər birisini tapa bilərsiniz. Və bəy gəlinə özəl olaraq konfetlər hazırlayırıq paylanma qonaqlar üçün. Yəni bu da ki, hər bəy gəlinə özəl olaraq hazırlandığı üçün əldə hazırı yoxdur. Ancaq zakaz eləyirsiniz hamısı. Bəli. Və sünnət üçün, uşaq balnisadan çıxanda indi modlu konfetlər. Yəni все, что связано ручной работой, hamısı sizdə var. Hər şey yerə. Uşaq çıxartma, обрезание, sünnət, toy, şan, все подключеnadır. Hər şey var. Neçə vaxt qabağa yazmalıdır insanlar ki, siz yəni onlara özəl vaxt ayırasınız, hazırlayasınız hər şey. Başqa şəhərlər olduqda göndərmə sürəsinə görə bir həftə 10 gün qabaqçadan minimum yazmalıdırlar. Nijni Novgorod. Daha əvvəlcədən desinlər. Nijni Novgorodda то есть можно 2-3 gün qalmış. Mənim kimi не запланированный toy olsa, onda sразу yazın. Yəni düşünmədən yazın, seramını götürəcək zakazı. Sünnət üçün paltarlarınız da varmı? Aha, gördün mü yetimcə? Hayır, oğul nəvəmizdə yoxdur. Sən, mənim oğlum da yoxdur sünnət eləyir. Нет, просто надо soruşmaq ki, bəlkə biri sünnət eləyir, abrizat eləyir, paltar lazımdır. Xarış. Abrizat eləyənə, sonra nevestaya. Hər şey halaldır sizə. Elidəki xına paltarımızı, sünnət paltarımızı. Qızlar tanıyın, baxın elimizin, obamızın gözəl xanımı, əl işlərinə baxın, Aferin. qızıldır. Başqa şəhərlərə də göndərdik bu geyimlərimizi. Çox sağ olun, çox Bu da gözəl qəşəngdir, xanım. hər şey var. Tərbiyəli məni kimi. Hə, çox. Qonçaların gözəlliyinə baxın. Super.